Bir ev yiyəsi mənə zəng elədi ki, bəs qardaş, neçə işləyirsən? Qiymətimi dedim, razılaşdıq. Mənim də əlimdə işlər var, yəni çatdıra bilmirdim də, yəni belə sözün düzü, heç kəsin işini də yarımçıq qoyub harasa gedən deyiləm. Nəsə, bir dənə tanış uşaq var, elə hər dəfə zəng edir ki, ya Sərxan, bəs iş olanda mənə deyərsən, iş olanda mənə deyərsən. Ustadır da, yəni bildiyimiz malyardır da, yəni belə. O üçün, beynimdə indi fikrimdə budur ki, demişəm, yaxşı da, söz vermişəm, qardaş, mən sənə xəbər edəcəm iş olanda. Nəsə, qiymətli bu ev yiyəsinə razılaşdıq. Mən də heç bir ustadan bir qəpik pul tutmadım da, indiyə kimi heç kəsdən pul tutmamışam. Nəsə dedim, qardaş, iş var, gedək bir yerdə. Nəsə getdik, bu da yanındadır, danışdıq. Demişəm ki, bax qardaş, falan qiymətli, bax, bu da mənim naparnikimdir, bir yerdə işləyirik, deyirəm da, yəni belə. Nəsə dedim, mənim əlimdə işlərim var, yəni bu gələcək, kömək lazım olanda mən də gəlib eləyərəm. Nəsə bu qaldı burada işlədi, deyək, problem yoxdur, əgər bir yerdədirsə edeyim də. Nəsə mən getdim öz işlərimi görürəm. Nəsə arada fikirləşdim ki, qoy gedeyim işdən sonra da biraz tez çıxsam, gəlin baxım görüm bu nə edir. Gəlib görmüşəm ki, işləyir, mayaq qurub, doldurur, eləyir. Yer, göy pis gündədir da. İndi mayaqlarını əyliyini doğru düzlüyün bilmirəm. Amma vurub yarısı divardadır, yarısı yerdədir. Elə də tapdalayıb üstündə gəzir, meşalqısadır, ora bura. Başım ev pis gündədir da, adam zəhləsi gedir. İnansan mən o zilzildən işə baxmaq ağlıma gəlmədi. Yəni bəlkə də düz işləmişdir, bilmirəm. Nəysə, başım dedim, bəs qardaş bu nədir da eləmirsən? Dedi, təmizləyəcəm də axırda, yəni narahat olmaz o belə də. Dedim, nə deyim, bu insan ki, hər axşam gedəndə o işlədiyi yer təmizləmirsə, daha mən buna heç nə deyəmərəm da. Nəsə, işin qutaran momenti, bu dedi ki, bəs aboyu gəl bir yerdə vuraq. Dedim, yaxşı da, gələk bir yerdə vuraq, köməklik. Yəni 3-4 gündür da, yəni o işimi saxlayaram, bunu edəyəm. Nəsə gəldim aboy vurmağa, gördüm ola ev yərsin ki, spotlar zatlarda qoşulub. Öyle spotlarda divara vurur da promoy. Divara belə işıqlar düşür. Hara ki işıq düşüb dalğa-dalğadır. Deyirəm, maya katmısan, astar yüz, belə də normal işləmirsən də. Bu kişi də sənə qiymətini kəsməyib, nə demiş, deyib yaxşı da, gəlişdə. O üçün biabır olmuşam da, inansan utandığımdan ev yəsi mənə işlədimir, o da sakit adamdır, belə əvvəldən də demişdi, mənə qeyri-adi nəsə lazım deyil. Düz olsun da, belə şkaf qoyanda arxası şey olsun, da belə də yox da. Hara işıq düşür, hələ o gəlib projektor zat qoymamış da divara, hara işıq düşür, o spotun işığı, görsən ki, dalğadır, biz də bura aboy vurmayıq. Təzələndən inansın, mən ora aboy vurmağa getmişəm, bundan göyə pul qazanacaq. Təzələndən o dalğa olan yerləri qaşımışam, ora şpaklyovka çəkmişik. Baxıram, ev yəsi də gəldi, mən qıraqdan indi, səncə, mənfətli abırlı adamdır, həya edir də, bildin, yəni, eləmir. Deyir ki, Sərxan, kaş gərək özün eləyəydin, bu deyilib də, mən də qolmuşam belə. İnansan, üzmə tüpürsə, ondan yaxşıdır da. İndi sən niyə görə danışıram bu söhbəti? Valla, məndən heç kəs nə usta istəməsin, deməsin ki, məsləhət gördüyün usta. O məsləhət